Riyaziyyat 20 sınaq test toplusu 19-cu ümumi sınavın 28-ci yazı tipli sualın izahına baxaq. Verilmiş kvadrat tənliyi görürük və soruşur ki, x1 kök adlı x2 üstəgəl x2 kök adlı x1-i tap. Əvvəlcə biz verilən ifadədə x-ları kökün altına salsaq, birinci ifadədə olacaq. x1-i kökün altına salsaq olacaq x1 vur x1 x2 şəklində, yəni x1-in kvadratı girir kökün altına. Üzərinə gəl, kök altında x2-ni kökün altına salsaq, x2-nin kvadratı olur, yəni x2 vur x2 vurulsun x1. Burada alınır kök altında. Viet teoreminə görə köklər hasilini görürük. Burada x1, x2, o da sərbəst həddə bərabərdir 4-ə, olur 4x1. Üzərinə gəl, kökün altında yenə burada x1, x2 var. O da Viet teoreminə görə 4 verir, yanında da x2-nin biri qalıb, oldu bu şəkildə. 4-dən kök 2 çıxır, alınır və 2-ni mötərizə xaricinə çıxarsaq, alınır x1 kök altında, üstəgəl x2 kökün altında. Bunu saxlayırıq burada. Biz kök altı x1 plus x2-yə bir t əvəzləməsi aparsaq və ifadənin hər tərəfini kvadrata yüksəltsək, alınar ki, t-nin kvadratı bərabərdir. Niyə? Kökün altında x1 plus x2-ni biz nəsə vermir. Viyyətə müraciət etmək üçün bu ifadəni biz kvadrata yüksəltsək, nəsə ala bilərik. Onda bu ifadəni t ilə əvəz edib hər tərəfin kvadratı yüksəltsək, alınacaq birincinin kvadratı, üstəgəl ikincinin kvadratı, üstəgəl 2ab şəklində. 2 kök altı x1, x2 və alındı ki, t-nin kvadratı bərabərdir. x1 plus x2 Viet teoreminə görə 6-dır. Çünki birinci bizdə tənliyi verilib yuxarıda. İkinci həddin əksidir. Üstəgəl x1, x2 4-dür. Kökdən 4, 2 çıxır. 2-ni də 2-yə vursaq 4, alınar 10. Deməli, t bərabərdir. Bizdə kök altda 10 imiş. Niyə müsbətin götürdük? Çünki burada köklər müsbət ədədlər olacaq. Çünki kökün altında x1, x2-ni görürük. Onlar müsbət ədədlər olmalıdır. Və bizim yekunda cavabımız 2 vurulsun. x1 plus x2-ni biz t ilə əvəz etdiyimiz üçün, o da kök altda 10 olduğu üçün, demək doğru cavabımız kök altda 10 olacaq.